Bugün günlerden yine Magnum. Çünkü markette endirime düşmüştüm. Ona göre aldım ve tabii ki almışamsa videoda çekeyim dedim. Endirime düşmüş diyende bu kutunun içinde 6 tane var. Ve bu kutuya yani 6 tane normal ölçüde, kiçilmiş ölçü değil, mini değil. Ve bu kutuya təqribən 6 manata yaxın pul verdim. Yəni bir dənəsi 1 manata yaxın bir qiymət edir. Moruqludur. Üstü şokoladlı, içi moruqlu bir dondurmadır. Axırıncı dəfə prob eləmişdi. Nəli idi o? Şaftallı, heç qəşəng değildi. Görək bəs moruqlu necədir. İndi açıb içini də göstərirəm. Wow. Bu hərəkəti eləyək. Tık tık tık. Dırnaqlar yoxdur. Tık 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 amma varmış kimi xəyal eləyək. Nəysə, tüstüsü də çıxır. Bu arada burada çox isti var. Bugün 36-37 dərəcə isti var idi. Dəhşət. Ölkə olaraq yanır. Birinci gündən təzədən yağışlar başlayacaq, amma birinci günə qədər yaman istidir. Görəsən o reklamlardakı tak tuk tak səsi çıxacaqmı? Əslində bayaq birinin dadına baxmışdım, onda çıxmışdım. Ümid edirəm yenə çıxar. Gəlin dadına baxaq. Yəqin eşitdiniz. Tak səsi gəldi. Şokoladı dadlıdır. Magnum'un ümumiyyətlə şokoladı. Təbii ki, özünün reklamında da deyildiyi kimi, doğrudan da o reklama layiq olaraq dadlıdır. Magnum'a bağlı bir travmam var. Bu travmanı bir gün sizə danışaram, amma gəlin bugün bu şokoladın dadına baxaq. İndi içini göstərmək istəyirəm. İçi təqribən baxın belə bir moruqlu mürəbbə suyu kimi bir şeydir. Amma moruq dadı verir. İndi bunun dadına baxmaq istəyirəm, görüm necədir. Turşməzə moruq dadı verir. Sanki bu şokoladın və onun içinin dondurmasının şirinliyini, dadını balanslayır. Ona görə xoşuma gəldi. Moruğun da dadı qəşəng gəlir. Məncə bu versiya uğurlu olub. Mənim bu dondurmaya balım, Magnum'a çox da maraqlı idi mənim balım, amma neysə. 10 üzərindən 9'du. Ona görə ki, bir balı ona görə kəsdim ki, onda 10 değil. Heç nə bu o qədər mükəmməl deyil, amma yenə də çox qəşəngdir. Yenə endirimə düşsə alaram. Bəyəndim.